Acı xəbəri səhər vaxtı keçmişdə yaşadıkları məhəllədən zəng vurub çatdırdılar. Özü xahiş etmişdi o məhəllədəki rəfiqəsindən. Yalvarmışdı ki, Talehdən bir xəbər olsa təcili dərhal ona xəbər etsinlər. Talehin nəşi tapılmış, şəhid olması müəyyən edilmişdi. Eşitdiyi an həm kədər yığışıb boğazına dolub nəfəsini kəsmiş, göz yaşlarını saxlaya bilməmişdi. Həm də sevinmişdi 2 aydan çox çəkən üzücü, qeyri-müəyyənliyin bitməsinə. 2 aydan çox idi varlığı, yoxluğu bilinmirdi. Talehin bütün doğmaları, yaxın adamları kimi gecəsi gündüzü səksəkə, nigaranlıq, narahatlıq içində keçirdi. Bilinmirdi ki, sağdır, itkindir ya əsir düşüb. Kaş şikəst olsa belə sağ qalaydı. Qalan ömrünü ona həsr edib qulluğunda durardı. Şikəstliyini unutturardı. Əsir düşməsinə inanmırdı. Xasiyyətini, düşmənə nifrətini bilirdi. Qürurundan özünə qəsd eləyib şəhidliyi seçərdi. Sorağının həsrətini çəkdiyi günlərdə dəfələrlə yuxusuna girmişdi. Həmişəki sayaq, sakit, dinməz, üzündə xoş təbəssüm. Soruşsan cavab verəcək, soruşmasan yalnız baxışları ilə danışacaqdı. O Talehi hələ bir məktəbdə oxuyandan bu cür istəmişdi, sevmişdi. Onun ürəyindəkilərini, sevgisini baxışları ilə hiss etmiş, duymuşdu. Köhnə məhəllədən köçəndən sonra hərdən bir şəhərdə rastlaşmışdılar. Nəyisə bəhanə edib görüşmüşdülər. Talehdən bir dəfə də səni sevirəm sözünü eşitməmişdi. Heç buna ehtiyac da yox idi. Gözlərindən onu necə istədiyini anlamışdı. Bilirdi ki, yaşı 30-a yaxınlaşsa da evlənmək üçün maddi sıxıntılar üzündən aralarındakı münasibəti rəsmiləşdirməyə tələsmir. Onu başa düşürdü, qınamırdı. Hələ ki cavan idilər. İllərlə gözləməyə razı idi. Tək onun istədiyi şərait, zaman həyatda alınsın. Taleh əskəri xidmətdə tankçı, baş çavuş olmuşdu. Müharibə başlayan gündən onu ehtiyatda olan gərəkli hərbi qulluqçu kimi səfərbərliyə çağırdılar. O ləngimədən elə həmin gün yaxınları ilə heç onunla da sağollaşmadan cəbhəyə yola düşmüşdü. Başqa cür ola bilməzdi, ona yaraşmazdı. Hər işində məsuliyyətli olan, ömründə yalan danışmayan, sözünün, hərəkətinin yerini bilən, vətəni qəlbən sevən bir adamdan başqa nə gözləmək olardı? Onun halal zəhmətlə yaşayan ailəsi, müəllim işləyən anası belə öyrətmiş, ona belə tərbiyə vermişdi. Odur ki, az keçməmiş komandir təyin edildiyini, gizir olmasını eşidib sevinmiş, ürəyində onunla fəxr etmişdi. Heyif ki, bu sevinci uzun sürmədi. Daha bir neçə həftə keçmişdi, döyüşlərin birindən sonra Talehdən